Salam dostlar, əziz izləyicilər. Bugün sizə tarix boyu gizli saxlanılmış, yalnız seçilmişlərin bildiyi bir sirdən danışacağam. Bəlkə də bu kitab reallıq anlayışınızı tam dəyişəcək. Cibulyon nədir? Cibulyon 1908-ci ildə Three Initiates, yəni 3 inisiya olmuşlar adlı naməlum müəlliflər tərəfindən yazılmış sirli bir kitabdır. Bu kitabda qədim Misir və Yunan filosofu sayılan Hermes gizli hikmətləri izah olunur. Bəs bu Hermes kimdir? Onu bəzən tanrıların müəllimi, bəzən də sirlərin qapıçısı adlandırırlar. Qədim dövrlərdən bəri onun öyrətdikləri yalnız xüsusi şagirdlərə çevrilib. Cibulyon isə bu bilikləri ilk dəfə olaraq açıq şəkildə təqdim edir. Açıq-aşkar Cibulyon bizə nə öyrədir? Cibulyon bizə deyir ki, hər şey sən, mən, bu kainat bir zehniyyətin məhsuludur. Fikirlərimiz reallığımızı yaradır, hər şey enerjidən ibarətdir və daim titrəyir. Təsadüf yoxdur, hər şeyin səbəbi var. Bu kitab 7 əsas qanundan bəhs edir. Bu qanunlar elə sirlidir ki, onları öyrəndikdən sonra həyatın axarını başa düşməyə başlayırsan. Cibulyonun 7 hermetik qanunundan qısa izah verəcəm. Zehniyyət qanunu. Bütün varlıq zehniyyətlə başlayır. Kainat bir fikirdir. Bu qanuna görə hər şey zehindən yaranır. Yəni, maddi dünya sadəcə şuurun təzahürüdür. Sən necə düşünürsənsə, həyat da o cür formalaşır. 2. Uyğunluq qanunu. Yuxarıda nə varsa, aşağıda da o var. Aşağıda nə varsa, yuxarıda da o. Bu qanun mikro və makro kainatın oxşarlığını bildirir. İnsan daxili ilə kainatın strukturu arasında gizli uyğunluq var. Özünü tanıyan kainatı da tanıyar. 3. Titrəyiş qanunu. Hər şey hərəkətdədir. Hər şey titrəyir. Bu qanun deyir ki, hər şey enerjidir. Daş da, su da, fikir də. Enerji səviyyəsi yüksəldikcə reallığın səviyyəsi də dəyişir. Hisslərin, düşüncələrin yayır. 4. Qütbləşmə qanunu. Hər şeyin əksi var. Əkslər əslində eyni şeyin iki ucudur. Sevgi və nifrət, işıq və qaranlıq, bunlar əks görünür, amma eyni enerjinin fərqli formalarıdır. Bu qanun bizi dualist düşüncədən uzaqlaşdırır, balansı göstərir. 5. Ritm qanunu. Hər şey axım və geri çəkilmə ilə hərəkət edir. Həyat bir dalğa kimidir. Uğur və uğursuzluq, sevinc və kədər. 6. Səbəb və nəticə qanunu. Hər hadisənin səbəbi var. Heç nə təsadüfən olmur. Bu qanuna görə təsadüf yoxdur. Hər şeyin bir səbəbi var. Düşüncələrimiz, davranışlarımız hamısı nəticə yaradır. Sən ya səbəbsən, ya nəticə. 7. Cinsiyyət qanunu. Hər şeydə kişi və qadın prinsipi var. Bu fiziki cinsiyyətdən çox enerji balansı haqqındadır. Yaradıcı güc kişi və qadın enerjisinin birləşməsindən yaranır. Bəs səncə reallıq doğrudanmı sənin zehnində başlayır? Yoxsa bu sadəcə bir ezoterik fantaziyadır? Əgər bu sirlər sənə maraqlıdırsa, bu videonu bəyənməyi, kanala abunə olmağı və növbəti sir üçün zəngi aktiv etməyi unutma. Kainat kodlarını birlikdə açaq. Sağ olun, salamat qalın.